Əməliyyatımız sona çatdı. Növbəti uğurlu otaq cərrahiyyənin arteriya doppler liqasiya metodu ilə 4-cü mərhələ ilik qışa sallanması metodunu bu üsulla uğurla icra etdik. Bu üsul Azərbaycanda yenidir. Üstünlükləri nədir? Yəni damarın hansı dərinlikdə olmasını müəyyən edərək həmin damarın bağlanması, bu damarlar da hemoroid paketini qidalandıran damarlar olduğuna görə əməliyyat gedə-gedə həmin düyünlərin yığılmasını tam aydın görürük. Düyünlər bir daha nədir? Bu doppler cihazı vasitəsilə səhər işıqlanır və xüsusi iynə tutanları vasitəsilə və saplar vasitəsilə o damarlar aydınlıqla görünərək bağlanılır. Bu şəkildə əməliyyatı icra edirik. Xəstəyə uğurlar arzulayırıq. Allah şəfasını versin. Bu üsulun üstünlükləri odur. Xəstə daha tez əmək fəaliyyətinə qayıdır. Uğurlar. Doktor, bilirsiniz, əslində mən başqa bir həkimin qəbulunda olmuşdum. O qədər qeyri-peşəkar danışdı. Məni qorxuzdu. Kaş ki, mən sizi əvvəlcədən tanıyardım. Gecikdirməzdim bu əməliyyatı. Vaxtında siz edərdiniz. Canım qutarardı. Allah şəfanı versin. Bəli, üsul çox gözəl üsuldur. Yeni üsuldur Azərbaycanda. Otaq cərrahiyyə üsulu. Onunla da siz icra etdik. İnşallah faydasını da görərsiniz. İnşallah. Sağ ol. Allah şəfanı versin. HCC Clinical Hospital. Sağlamlığınızı bize etibar edin.